Deməli, iki müstəvi kondensatorun həndəsi xarakteristikaları verilmişdir. Onların elektrik tutumlarının S2-nin S1 olan nisbətini təyin etməyimizi istəyir bizdən. Gəlin, əvvəlcə elektrik tutumu nələrdən asılıdır? Düsturu yazaq. Epsilon, epsilon 0, S böl D. Deməli, birinci halda baxaq ki, S1-imiz nəyə bərabərdir? Baxırıq ki, birincidə epsilon, D-miz 2-dir, S-imiz də S-dir. İndi yazaq. Epsilon 0 qalsın. S böl 2D. İndi S2-mizi yazaq. S2-mizi yazırıq. Burada 2 epsilon, 2S, D. Deməli, 2 epsilon, epsilon 0, 2S bölək D. S2-nin S1-ə nisbəti bərabərdir. İndi bunları gətirib burada yerində yazmalıyıq. Mən sadəlik naminə yazıram ki, bu epsilon, epsilon 0, S böl D-miz bərabər olsun S ştrixə. Yəni, indi mən burada baxacam ki, epsilon, epsilon 0, S böl D nədir dedik? S ştrixdir. Yazıram S ştrix bölək 2. Burada da epsilon, epsilon 0, S böl D, bu, bu. Yəni, S ştrixdir. Buradan da alınır 4S ştrix. Onda S2-mizi tapdıq 4S ştrix. S1-imizi də S ştrix bölək 2. Buradan alırıq ki, S ştrixlər ixtisar gedir. 4 vur 2 bərabərdir 8. Deməli, nisbətimiz 8-ə bərabər imiş.